Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayren beddellesin. İşlerimizi de cümlemizin avand eləsin. Əvvəldə yenə də bir iki dənə sözlərim var. Onları sizin nəzərinizə çatdırım. Ondan sonra Allah'ın izniyle yine de Əbülfəzl Abbas Aleyhisselam'ın söhbətini devam edeceğim. Allah Teala cümlemizin imanımızı möhkəm eləsin. İman yani birinci derecelidir de insanın Allah'ın varlığına inamı olmasa veya ölenden sonra berzak alemine veya yeniden kıyamette dirilmeye inanmasa, ne eləsə onun ibadetleri kabul olunmaz Allah dergahında. İkinci de hiç bunlara inanmayan güzel əməllər də eləməz. Elə harda gəldi haramada girer, her növ yani əməllərə qurşanar. Ona göre birinci defa iman hakkında biz dua etmeliyiz ki Allah Teala bizim imanımızı günden güne artırsın. İkinci, Allah Teala heç kəsi kasıbçılıqla imtihan eləməsin. İmam Hüseyin xatirinə kasıbçılıq çox çətin bir işdir. Qohum qəbilə yanında, qonşu yanında, hətta öz ailənin yanında xəcalətli olursan, özün gecələr fikir edirsən, nə rahat yata bilmirsən, dincələ bilmirsən. Ola bilər kasıbçılıq elə dərəcəyə çatar ki, insanın imanını da əlindən alır. Kasıb olduğun müddətdə dünyovu dəyişdir, ancaq imanın əlində olsa, heç olmasa o dünyanın olar. Amma kasıbçılıq elə həddə ola bilər ki, insanın imanın əlindən alar, yəni onun o dünyasını onun əlindən çıxardar. Üçüncü demək istəyirəm ki, Allah Teala cəmi şiələrimizi, Əli şiələrin, 14 məsuma inananları, bu cümlədən öz dinləyicilərimi xüsusi olaraq, özümüzü xüsusi olaraq demək istəyirəm ki, Allah Teala bizi xəstəliklərlə də imtihan eləməz. Elə adam mən görmüşəm, mənə yaxın adam olub, yaxşı imkanlıdır. Pragosu, nə bilim, Lexi, uşaqların hərəsinin evləri, Domsovetə oxşayır, necə deyərlər, villaya oxşayır. Amma yeri gələndə mənə deyib ki, zahirim başqalarını yəni yandırır, içim isə özümü yandırır. Belə bir məsəl var. Yəni şəkəri var, təzyiqi var, xəstədir, qaraciyəri, ubri, yeyə bilmir, içə bilmir. Ona görə xəstəlik də çətindir. Allah Teala belə çətin imtihanlarla İmam Hüseyin Aleyhisselama xatir, 14 məsuma xatir, Kərbəla şəhidlərinə, Əhl-i Beytə xatir imtihan eləməsin. Bizim imtihanlarımızı yəni asanlıqla eyləsin. Bir də adamsızlıq, insana arxa dayaq da lazımdır da. İmam Hüseyin Aleyhisselam kimi bir imamımız elə arxası olmadı, Kərbəlada onu qətlə yetirdilər. Arxası dayağı olmayan adamın dediği düz sözü də yalan hesab edirlər.
onu eşitmək istəmirlər, onu dinləmirlər. Yəni adamsızlıq da pisdir. Bir də onu sizə demək istəyirəm ki, bu söhbətlər ki edirəm, bu söhbətlərdə burada bəzi məlunların adını çəkmişəm. Onlara şərhlərdə lənət yazın. Sonra ağalarımıza ağlayın. Ağlamağın Allah yanında böyük savabları var, əcri var. Belə ki, irəlidə mən dedim də, o göz yaşı belə bir dəyəri var ki, mələklər hansı bir insan, yəni İmam Hüseyin əleyhissalama, Kərbəla şəhidlərinin fərq etməz, hər hansı birinə ağlasa, elə eyni dərəcədədir. Onu mələklər şüfəyə tutarlar bir dənə, elə bir balaca bir şüfəyə tutarlar. Onu qiyamətin günündə verərlər həmən göz yaşını həmən adama. O adamın günahı olsa, hətta cəhənnəm əhli olsa, bilmək olmaz da, yəni o kimdir, nəçidir, amma İmam Hüseyin əleyhissalam üçün dünyada qəlbi yanıb ağlayıb. Əgər cəhənnəm əhli olsa, onun o göz yaşından bir damcı cəhənnəmə tərəf atsa, cəhənnəm həmən adamdan 500.000 illik, yəni hədislərdə belə bir söz var, həmən adamdan uzaqlaşar. Özdə həmən illər bu dünya illəri kimi deyil. Qiyamət gününün illərinin bir ili bizim bu dünyanın 500.000 ilindən də bəlkə artıq illərdir. Yəni cəhənnəmdən elə bil ki, arxayın olar. Ona görə də çalışın, belə söhbətləri eşidəndə, məclislərdə ağlayın. Ağlamağın, yəni əcri böyüdür. O ki, o məlunlar dedi, başda ən birinci Allah lənət eləsin, Bəni Əmiyyə nəslindən olan birinci növbədə Hərb, Əbu Süfyanın atası. Hərbə, Allah lənət eləsin onun oğlu Əbu Süfyana, sonra onun oğlu Muaviyə məluna, sonra Muaviyənin oğlu Yezid Pəlid məluna, sonra Übeydullah İbni Ziyad məluna, Allah lənət eləsin Ömər İbni Səd məluna, Şümür İbni Zülcavşən məluna. Yəni bunlar birinci dərəcəli məlunlardır. Bunları mən qeyd etmişəm. Hələ başqaları da var, daha mən olan hamısını yazmadım. Bunları xüsusi olaraq yazdım ki, yadınıza salın. Bu haqda xüsusi danışıram ki, bunları qeyd edin. Bunların adı gələndə hamısına lənət oxuyun. Sinan İbni İns, Xuli İbni Cahil, Şəşa məlun, Əzraq Şami məlun, Marid İbni Südeyh məlun. Bunlar da pəhləvanlar idi. Ömər İbni Səd məlunun pəhləvanlarından idi ki, deməli, Əbülfəzl Abbasın meydanına döyüşə çıxanlardır. Bunların da adını xüsusi qeyd etmişəm. Bunları söylədim, haradasa 8 dəqiqə, 9 dəqiqə vaxt keçib, Əbülfəzl Abbas ağanın da söhbətin başlamıram, yəni başlasam yarıda qalacaq. Yəqin ki, Əbülfəzl Abbas əleyhissalamın bu günləri söhbətin adı belə olacaq. Həzrəti Abbas əleyhissalamın meydana getməsi və Marid İbni Südeyf Təqləbin məlunu öldürməsi və şəhadətə yetişməsi. 2 dənə söhbət. Yəni başlasam hələ birinci söhbət yarıda qalacaq, haradasa 9 dəqiqə keçib dayandırıram. Ardıcan inşallah söhbəti başlayacağım. Amma xahiş edirəm, birinci növbədə bu söhbəti dinləyin. Sonra Əbülfəzl Abbas əleyhissalamın söhbətini dinləyin. Yəni tələsməyin, ardıcıllıqla söhbətlərə qulaq asın ki,
ətraflı məlumatlarınız olsun.